ABŞ dövlət katibinin beynəlxalq narkotik alveri və hüquq mühafizə işləri üzrə yardımçısı David Johnson deyib ki, narkotik maddələr alveri onları istehsal, tranzit və istehlak edən ölkələrə təsir göstərir. Narkotik maddələr istehsalı beynəlxalq fenomendir. İran təəssüf doğursa da onları ən çox istehlak edən ölkədir və bunun qarşısını almağa kömək etmək üçün böyük səylər göstərilməkdədir. Lakin ən sürətlə böyüyən kokain bazarları Birləşmiş Ştatlarda deyil, Avropadadır, deyə o bildirib. David Johnson deyib ki, Kolumbiya Ant dağları bölgəsində ən böyük kokain istehsalçısı olsa da, ölkədə istehsal kəskin azalmışdır. Bununla belə hesabatda Kolumbiya müvəffəq misal kimi göstərilərək deyir ki, ölkənin 10 il ərzində narkotik alveri ilə məşğul olan üsyançılarla mübarizəsi diqqətə layiqdir. Lakin David Johnson qeyd edib ki, Kolumbiyanın qonşusu Venezuela narkotik alverinə qarşı mübarizədə eyni əzmkarlıq nümayiş etdirməyib. Karib hövzəsi ya da Afrika və ya Avropaya tranzitə baxanda görürsünüz ki, Kolumbiya ilə sərhəddə Venezueladan hava ilə ixrac yolları var, deyə o bildirib. David Johnson deyib ki, Asiyada narkotiklərin Əfqanistandan gətirilməsi böyük problem olaraq qalır. Onun bildirdiyinə görə xaşxaş istehsalı 2007 və 2009-cu illər arasında 30% azalmışdır. Lakin 2009-cu ildə heroin istehsalı üçün xaşxaşın 90%-i Əfqanistanda yetişdirilmişdir. Hesabatda Meksika hökuməti və təhlükəsizlik qüvvələrinin narkotik alverinə qarşı mübarizəsi xüsusi qeyd edilmişdir. Burada Meksika rəsmilərinin 2009-cu ildə narko kartellərin yüksək səviyyəli üzvlərini həbs etməsi və ABŞ-ın köməyi ilə ölkənin polis qüvvələrinin gücləndirildiyi göstərilir. Buna baxmayaraq Johnson bildirib ki, Birləşmiş Ştatlar Meksika ilə sərhəddin cənubunda fəaliyyət göstərən bu kartellərin təsirini hiss edir. Bunların Birləşmiş Ştatlara axını daha genişdir və sərhəddə bəzi yerlər ölkənin daxilində olduğundan daha az təsirə məruz qalır, deyə o bildirmişdir. Narkotiklər alverinə dair hesabatda belə deyilir ki, Qərbi Afrika regionu kokainin Avropaya tranzitində əsas dəhlizdir. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.